Mən bir gün bundan öncə veteranlarla bağlı bir belə kiçicik bir açıqlamam oldu. Yəni onlarla bağlı deyəndə ki, onların aldığı 80 manat təqaüdlə bağlı açıqlamam oldu. Çünki xəbəri oxudum. Müəyyən adamlar, müəyyən hissə deyirdi ki, onların təqaüdü 80 manat artacaq, daha yüksək olacaq. Bu neçə ildir davam edir. Sonra mən dünən bir xəbər oxudum. Dedilər ki, yox. Onların 80 manatı olduğu kimi yerində qalacaq. Elə 80 manat alacaqlar 2026-cı ildə də. Bəlkə elə 2027-də də, 28-də də Allah ömür versin, bilmirik. Bir hissəsi belə biraz mənə narazı yazdılar. Əzizlərim, o təqaüdü mən vermirəm. O təqaüdü mən təyin etməmişəm ki, sizlər biraz narazı yazırsınız mənə ki, Sara xanım, Səfura, niyə bizim təqaüdümüz artmır? Niyə görə biz 300, 400, 500? Əzizlərim, hörmətli veteranlar, istər 1-ci Qarabağ müharibəsinin veteranları, istər 2-ci Qarabağ müharibəsinin veteranları, mən istəyərdim ki, hər biriniz 2000, 3000, 4000 siz təqaüd alasınız. Məgər mən istəmirəm, mənim ən böyük arzum oldu ki, sizin cüzdanınıza 2000, 3000 məhz təqaüd kimi daxil olsun. Amma mən də ictimailəşdirirəm. Təbii ki, mən də millət vəkillərimə nə üzümü tuturam. Elə var, çoxdur bizim millət vəkillərimiz. Onlara üzümü tuturam ki, bax, siz dincəlməyə gedəndə əmək haqqınızla bağlı həmən hər şeyi müzakirə edirsiniz. 2 saatdan sonra qüvvəyə mindirirsiniz qanun şəklində. Sonra da onu aparıb prezidentin qarşısına, masasının üzərinə qoyursunuz. İmza qoyur ki, bizim millət vəkillərimiz, deputatlarımız gedib dincəlməlidir. 8.000, 10.000, 11.000, 17.000 belə alırsınız da dincəlməyiniz üçün. Mən çox xahiş edərdim ki, bu veteranlarımızı da düşünün. Qoyun onlar da sizin kimi sevinsinlər. Hörmətli veteranlar, bu mənlik deyil. Yenə deyirəm, hörmətli millət vəkillərimiz, 80 manat çox azdır. Çox azdır. Çox azdır. Azından bu veteranlarımızı da düşünün.